Salam əməkdaş dostlar, bu günləri Binance birjası Azərbaycanlı userləri üçün belə bir kampaniya belə deyək də buraxdı dövriyyə və hansı kampaniya ki, həqiqətən çox sərfəli görünür və burada müəyyən qədər işlər görüb əlavə bonuslar əldə etmək olar, yəni real pullardan gedir söhbət əldə etmək olar. Ümumən proqramın adı gedir ki, belə öz şəbəkəni qur və qazan. Burada əsasən dəvət proqramı gedir və əgər sənin dəvət elədiyin hər bir dostun sənin linkindən keçib qeydiyyat 10 USDC yaxud 10 dollar, 11 dollarlıq trade eləyirsə, sən avtomatik olaraq 10 dollar qazanmış olursan əlavə olaraq və sənin dəvət elədiyin dostun da həmçinin 10 dollar qazanmış olur əlavə olaraq. Burada altdakı linkə vurub üstünə ya da Telegrama girib, Telegramdakı linkə vurub, burada baxın bu düyməni vurmaq lazımdır. Bu düyməni vurduqdan sonra artıq sizdə bu funksiya aktiv olacaq. Mənim referallarıma aiddir ən çox bu və referal olmayanlar da təbii ki eləyə bilər. Və gördüyünüz kimi mən bu düyməni vurduqdan sonra invite friend var burada. Öz dostlarımı dəvət eləyib və yaxud öz dəvət elədiyim, istədiyim adamları dəvət eləyib. Təbii ki bu linklə eləmirsiniz. Normal qaydada öz referal linkinizlə eləyirsiniz. Artıq mən qoşulmuşam və qoşulduğuma görə də mənim artıq belə deyək də proqram artıq işə düşür. Baxın bu mütləq şəkildə bu join düyməsini vurub öz belə deyək də Binance hesabınıza qoşmuş olun. Daha sonra gəlirik aşağıda və görürük ki, burada bizdə şərtlər yazılıb. Yazır ki, öz iştirakınızı təsdiqləyin, yəni bax bunu, öz linkinizi paylaşın, dostunuz KYC keçsin, yəni sənədlə qeydiyyat keçsin və trade eləsin və sən və dostun da bonusları əldə edin. Amma burada bir məsələ də var. Burada bir məsələ odur ki, bunlar daha dərin gediblər və referal şəbəkəsi qurmaq kimi bir şey. Bu Ponzi sxema deyil. Cəmi bir ay davam edəcək. Yəni noyabrın 24-ü bitəcək bu. Ponzi sxema deyil bu. Sadəcə olaraq birjan zaten məlum məsələ ki, pulu çoxdur və belə bir belə deyək də marketinqlə özünə klient cəlb eləyir. Və burada məsələ nədir? Deyir ki, dostların nə qədər çox olsa, o qədər çox qazana bilirsən. Bu nə deməkdir? Əgər mən məsəl üçün kimisə dəvət eləsəm, o da 10 dollar əldə eləyəcək, mən də 10 dollar əldə eləyəcəm. Və o adam da kimisə dəvət eləsə, yenə də o adam özü də 10 dollar əldə eləyəcək. Dəvət elədiyi adam da 10 dollar əldə eləyəcək və mən özüm də həmçinin 10 dollar əldə eləmiş olacam. Yəni əgər cəmilikdə bax belə bir dəvət, məsələn mən 3 nəfər dəvət eləsəm, onlar hərəsi 3 nəfər dəvət eləsə, mən cəmilikdə 120 dollar qazanmış olacam. Və həmçinin də bax bu adam da mənim yerimdə olsa, tutaq ki sizsiz. Əgər siz 3 nəfər dəvət eləsəz və o 3 nəfər dəvət elədiyiniz adamların da öz tanış bir işləri olsa, Binance-a girib 10 dollar trade eləsələr, siz 120 dollar qazanmış olursunuz. Və burada həmçinin də var, super prizlər var. Super prizlər isə deməli Apple telefonudur, yəni iPhone telefonudur. 17-ci model iPhone, hansı ki 1150 dollar qiyməti var, artsa bazar qiyməti elədir demək olar ki. Və PlayStation 5 var, 700 dollar qiyməti. Bu sizə birbaşa zaten iPhone verməyəcək. Pulun sizə göndərəcək ki, siz özünüzə iPhone ala biləsiniz. 700 dollara PlayStation 5 Slim və AirPods var ki 250 dollara. Bunları da təbii ki, hər bir kəs qazana bilər, amma gəlin şərtlərə də baxaq. Mütləq şəkildə çalışın ki, nə bilim, wash trading eləməyin və yaxud hansısa multi akkauntlar açıb, yəni belə-belə eyni IP adresindən zad eləməyin. Ayrı telefon, ayrı adam və ayrı Binance hesab lazımdır. Və Hold Certificate var burada, yəni necə qoşulmaq. Sadəcə olaraq nə etməlidir dəvət etdiyiniz adam? Sənədlə KYC keçməlidir və 10 dollarlıq ən azı trade eləməlidir. Və bu artıq onu həmin bu kampaniyaya qoşur və şansın yaradır. Burada görürsünüz, bütün bu məsələləri göstərir, nə qədər qazana bilərsiniz. Mən zaten yuxarıda təxmini dedim. Deməli, əgər cəmi kampaniyada iştirak eləsə, 200 nəfər referal iştirak eləsə, iPhone ən çox referal olan adam, birinci yerdə olan adam iPhone-u qazanacaq və random bir adam, yəni kimsə, ən azı bir dəvəti olan kimsə PlayStation 5-i qazana bilər. Həmçinin, əgər 150 referala satsaq, ümumi Azərbaycan üzrə, ən yaxşı adam dəvət eləyən iPhone-udur və kimsə random şəkildə Apple AirPods udur. Əgər KYC keçib, yəni belə deyək də 120 nəfər KYC keçib tradedə iştirak eləsə, PlayStation 5-də sadəcə olaraq ən yaxşı adam dəvət eləyən adam qazanacaq onu. Düzdür, bunlara da şans var. Ümid edirəm ki, bir ay ərzində 200 nəfərə yaxın adam qeydiyyat keçə bilər. Binance birjasından Azərbaycan üzrə, ümumi Azərbaycan üzrədən, yəni sizin referallar, mənim referallar və digər və vəlaxir və belə deyək də davam. Mənim mövcud referallarım da, kim ki mənim referalımdır, mövcud referalım, onlar da girib
qoşulub kimisə dəvət eləyə bilərlər. Yəni dayanmayın, kimisə dəvət eləyə bilərsiniz. Siz də burada müəyyən qədər qazanc əldə edir. Bəli, əsl real USDC verir, hansını ki çıxarda da bilərsən, balansda saxlaya da bilərsən, nə istəyirsən eləyə bilərsən. Bundan öncə kampaniya olmuşdu. Bax belə dostlar, belə bir maraqlı kampaniya. Telegram qrupa qoşulun ki, əgər siz də istəyirsinizsə bir kömək, dəstək, Telegram qrupa qoşulun, sizə yardım göstərək. Bax belə uşaqlar, ümid edirəm ki, kampaniya sizə maraqlı görünür və iştirak etməyə belə deyək də bir növ maraq göstərəcəksiniz. Sağ olun, gəlin görüşərək.